Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Bugünkü izahım olacaq savad təlimi və nitqin inkişafı məşğələsi. İlk öncə onu qeyd edim ki, biz bilirik ki, savad təlimi ikinci inkişaf sahəmiz olan idraki inkişafın daxilində yer alır. 2.2 əsas standartında, yəni nitqi dinləyib anlayır, rabitə danışır və nitq yetkilərindən istifadə edir. Əsas standartında aiddir və ümumiyyətlə savad təliminin alt standartı olaraq deyirik ki, 2.2.4, 2.2.5 standartıdır və 2.2.6 bu daha çox biz bunu inteqrasiya xarakterli veririk. Yəni riyaziyyatdan inteqrasiya şəklində verə bilirik. Və savad təlimi bizə oxuyaq və yazaq başlığı altında verilir. İlk öncə gəlin baxaq PDF üzərində izahımıza. Deməli, məktəbə gedəndəki uşaqlarda hansı xüsusiyyətləri, hansı bacarıqları biz formalaşdırmalıyıq? Uşaqlarda təbii ki, baxmaq və görməyi, dinləmək, eşitmə qabiliyyətini formalaşdırmalıyıq. Fonetik eşitmə qabiliyyəti, nitqi inkişaf etdirməliyik. Uşaqlar artıq cümlə qurmaqdır, sözləri hecaya ayırmaqdır, qələm tutma bacarıqlarını formalaşdırmalıyıq. Dəftərdə, məsələn, sətr xəttini göstərməkdir. Nitq səslərini düzgün tələffüz etmək bacarıqları uşaqlarda formalaşdırmalıyıq. Və burada tərbiyəçi müəllimə savad təlimində əsas işi, vəzifəsi ondan ibarətdir ki, birinci sinifə keçən təlim məzmununu bilməli və bunu uşaqları belə deyək, məktəb təliminə hazırlamalıdır. Və savad təlimə nə zaman başlamalıdır? Təcrübələrə əsasən, yəni bəzən araşdırmalar göstərir ki, savad təlimə uşaqları 3 yaşdan, o da hər uşağa aid deyil də, 3 yaşdan başlamaq məsləhət görülür. Əsasən, bu daha çox həvəsli olan uşaqlara aiddir. Ancaq bu demək deyil ki, biz savad təlimi uşaqları 3 yaşdan biz tədris etməliyik. Yəni, savad təlimi 4-cü yaşdan 5-ci yaşadək savad təliminə hazırlıq işləri gedir. 5-ci yaşdan artıq əlifba təliminə hazırlıq prosesi həyata keçirilir. Və savad təlimi və nitqin inkişafı məşğələsinin əsas xüsusiyyəti nədən ibarətdir? Əsas xüsusiyyət ondan ibarətdir ki, yəni məktəbə qədər və ibtidai təhsilin mühüm mərhələlərindən biridir və uşaqların gələcək akademik uğurlan bünövrəsi məhz bu dövrdə qoyulur. Bu təlim əsasən 3 dövrə bölünür. Baxın, birinci əlifba təliminə hazırlıq dövrüdür, ikinci əlifba təlimi dövrüdür, üçüncü isə əlifba təlimindən sonrakı dövrdür. Məktəbə qədərdə əsasən birinci dövr əhatə edir, yəni əlifba təliminə hazırlıq dövrünü əhatə edir. Bu mərhələdə uşaqlar oxuma və yazma fəaliyyətlərini uşaqlara belə deyək, cəlb edirik. Oxuma və yazma texnikalarına hazırlıq üzrə ilkin bilik və bacarıqlar uşaqlara yiyələndiririk. Məktəbə dövrdə keçirilən bu hazırlıq mərhələsi uşaqların savad təliminə başlamağa hazır vəziyyətə gəlməsini təmin edir. Əlifba təlimi dövrü və əlifba təlimindən sonrakı dövr artıq məktəb dönəminə təsadüf edir. Və müəllimlər, biri var dil, biri var nitq. Baxın, bu iki xüsusiyyəti indi mən çalışacağım sadə dildə sizə izah edəyəm. Siz öz qeydlərinizi götürərsiniz və dillə nitqi bir-birindən seçməyi bacarasınız. Baxın, dil, biz bilirik ki, dil insanlar arasında əsas ünsiyyət vasitəsidir. Dil olmadan cəmiyyət olmadan da dil inkişafı mümkün deyil. Hər bir dilin özünə məxsus bilirik ki, fonetik sistemi var, qrammatik quruluşu, lüğət fondu vardır. Dil isə, baxın, dil ictimai bir hadisədir. Yəni, dilin müəyyən bir toplum üzvləri tərəfindən qəbul edilmiş ümumi qanun və qaydalara əsaslanan ünsiyyət vasitəsidir. Dilin yazılı və şifahi formaları vardır. Yəni, dil bizim hamımıza məxsusdur. Bax, bu şəkildə yadınıza saxlaya bilərsiniz. Bax, necə ki, Azərbaycan dili bizim hər birimizə məxsusdur. Dil, yəni, ictimai bir hadisədir. Nitq isə fərdidir. Yəni, individualdır. Hər insanın özünün fərdi nitqi vardır. Hər insanın nitqi fərqlidir, fərdidir. Məsələn, el insan var ki, onun nitqi olduqca zəngindir, el insan var ki, məsələn, nitqi zəifdir. Nitq daha sərbəstdir, fərdidir. Məsələn, insanın düşüncəsinə, emosiyasına, ünsiyyət şəraitinə görə dəyişir. Nitq zamanı insanlar dilin qaydalarından istifadə etsələr də, istifadə tərzi, ruhu və jestlər fərqli ola bilər. Baxın, müəllimlər, var, deməli, nitqin zənginlik funksiyası, məzmunluğu, məntiqi ardıcılığı, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlik və təmizlik funksiyaları vardır. Gəlin, bir-bir bunları sadə şəkildə izah edeyim, sizə aydın olsun. Baxın, dilin zənginliyi, daha doğrusu nitqin zənginliyi nədir? Fəal lüğətə daha çox söz daxildir. Yəni, nitqi məsələn, daha zəngindir deyirik. Yəni, nitqində çoxlu sinonim sözlərdən, antonimlərdən istifadə olunursa varsa, deməli bu insanın nitqi zəngindir. Məzmunluq nədir? Mövzu və obyektləri yaxşı tanımaqdan, müzakirə və müşahidə qabiliyyətlərinin inkişafından asılıdır. Yəni bilik və müşahidə ilə dəstəklənir məzmunluq.
Məntiqi ardıcıllıq nədir? Deməli, fikrin ardıcıl şəkildə səbəb-nəticə əlaqəsi və hadisələrin dinamikasını nəzərə alaraq ifadə edilməsi tələb olunur. Baxın, ardıcıllıqda adından məlum olduğu kimi bir prosesuallıq vardır. Ardıcıllıq özünü göstərir də bu məntiqi ardıcıllıqda. Mütləq bir algoritmlik vardır. Məsələn, belə deyək də, məsəl üçün mən deyirəm ki, mən bugün yuxudan oyandım. Görürsünüz, necə ardıcıl şəkildə deyirəm bunu. Yuxudan oyandım, əl üzümü yudum, səhər yeməyimi yedim, əynimi geyindim və getdim məktəbə. Yəni bax, bu ardıcıl şəkildə bir algoritmlik vardır ki, bu məntiqi ardıcıllığını əhatə edir. Nitqin düzgünlüyü nədir? Nitq qrammatik baxımdan düzgündür, savadlı və ədəbi qaydalara uyğundur. Məsələn, uşaqlar deyir ki, nitqində bəzən uşaqlar deyir ki, mən məktəb gedirəm. Ancaq ki, deməli, bunun nitqi düzgün deyil. Mən məktəbə gedirəm. Düzgün formasında bu şəkildə və yaxud da ki, mən oyun oynayıram. Mən oyun oynayıram. Bax, bu şəkildə deməli düzgünlükdür. Aydınlıq nədir? Aydınlıq deməli nitqin dinləyicilərin anlayış səviyyəsinə uyğun olmalıdır. Çətin və anlaşılmaz ifadələrdən uzaq durulmalıdır. Aydınlıq bir növ belə bu şəkildə yadınızda saxlayın ki, sizdən smart keçmişik. Smartın əl çatanlığıdır. Yəni mənim nitqim aydınsa da, mənim nitqim hamı üçün əl çatandır. Sadə və anlaşılan ifadələrdən istifadə edirəm, hamı üçün aydın olur. Yəni məsələn müxtəlif terminlərdən istifadə edirəmsə də nitqim hamı üçün aydın olmur, əl çatan olmur. Dəqiqlik nədir bəs? Məlumat faktlara uyğun olmalı, sözlərin dəqiq seçilməsi ilə təmin edilməlidir. Məsələn, deyirəm ki, biri var qara, bir deyirəm ki, qapqara. Görürsünüz, necə dəqiqliklə deyirəm. Faktlara uyğun, düzgün söz seçilməlidir. Yəni konkret olmalıdır da. Məsələn, mən uşaqlara deyirəm ki, tutarım hər hansı bir meyvəni deyirəmsə də, bunu dəqiq şəkildə deyirəm. Deyirəm ki, baxın bu məsələn pomidordur, bu yumrudur, bu qırmızıdır. Görürsünüz necə dəqiq şəkildə uşaqlara başa salıram. Deməli, mənim nitqim dəqiqdir. İfadəlik nədir? Fikrin canlı, təsirli və estetik formada ifadə olunmasıdır. Yəni, ifadəlik canlı və emosional ifadələrlə zəngindir. Məsələn, nağıl etmə iş formasında ifadəlik bizim köməyimizə çata bilər. Əgər nitqimizdə ifadəlik varsa da, emosionallıq varsa da, nağıl etmə iş üsulunda uşaqlar nağıl danışarkən, məsələn, ifadəli şəkildə danışa bilərik. Bədii təfəkkür məşğələsində, bax, ifadəlik bizim köməyimizə çata bilər. Təmizlik isə parazit sözlərdən, kobud ifadələrdən və ya dillərdən götürülmüş sözlərdən istifadə edilməməsidir. Əsasən də olur Rus və Avropa mənşəli sözlərdən bəzən istifadə edirik və yaxud da ki, vulqar sözlərdən, parazit sözlərdən istifadə edirik. Bunların hər biri dilin deməli təmizliyini pozur. Ümid edirəm ki, bu aydın oldu sizə. Bir də var müəllimlər, deməli, nitqin funksiyaları. Nitqin əsasən 4 funksiyası vardır. Birinci funksiyası nominativ, kommunikativ, idrac və tənzim edici funksiyalardır. Baxın görə nominativ funksiyası nədir? Baxın, neyim sözünü yadınızda saxlayın. Nitq əşyaları və hadisələri adlandırmaq funksiyasını yerinə yetirir. Uşaq ilk sözləri bu funksiyanın tələbinə uyğun olaraq adlandırır. Yəni, adlandırma dönəmi deyirik biz uşaqlara körpələr qrupunda. Birinci funksiyası nominativ yəni adlandırma funksiyası. İkinci funksiyası kommunikativ funksiya, yəni ünsiyyət funksiyasıdır. Üçüncü idrak funksiyasıdır. İdrakdakı bilirik ki, dil uşağın xarici aləmi dərk etməsi və yeni bilik qazanması üçün bir vasitədir. Və tənzim edici funksiyada uşaqlar nitq vasitəsilə davranışlarını tənzimləyir, qaydalar və normativ ifadələrlə öz hərəkətlərini idarə edirlər. Əsasən burada intizamlılıqdır, nəzakətdir, özünün tərbiyə bacarıqlarını gücləndirir. Yəni uşaqlar məsələn nəzakətli davranır, nitq etiketlərindən istifadə edir. Salam, sağ ol, buyurun, gecəniz xeyrə qalsın. İstifadə edir, bu da olur tənzim edici funksiya. Aha. Deməli, müəllimlər, oxu təliminə iki cür yanaşma mövcuddur. Birinci yanaşma uşaqların dil, fonetika və morfologiya qaydalarını öyrətdikdən sonra oxu təliminə başlamaqdır. İkinci yanaşma isə uşaqların nitqini inkişaf etdirərək oxu təliminə başlamaqdır. Bu zaman müəllimlər uşaqların nitqini inkişaf etdirməyə və nitq fəaliyyətlərini yeni münasibətlə formalaşdırmağa çalışmalıdır. Və bir də bir şey deyim ki, nitq inkişafı üzrə işin vəzifələri vardır.
hansı vəzifələr vardır? Əsas vəzifələri mən qısa şəkildə deyim. Lüğət ehtiyatının zənginləşdirməsidir. Bax, bu dövrdə biz bilirik ki, ilk dövrlərdə uşaqlarda, yəni körpələr qrupunda artıq uşaq 1 yaşına, daha doğrusu 2 yaşınca 300 söz olmalıdır uşağın aktiv lüğət fondunda. 5 yaşa çatanda artıq 1000-dən çox söz öyrənməlidir. Uşaq bağçalarında lüğət ehtiyatının zənginləşdirilməsi üçün əlverişli şərait yaradılır. Burada uşaqların söz seçimi ətraf mühitdəki obyektlər və hadisələri ilə əlaqədar olur. Yəni uşağın inkişaf lüğət ehtiyatını biz zənginləşdiririk. İkinci, lüğət üzrə işin, nitq inkişafı üzrə işin əsas vəzifəsi olur ki, nitqin səs mədəniyyətinin tərbiyə edilməsi. Və üçüncü, nitqin qrammatik quruluşunun formalaşdırılması. Yəni ki, məsələn, uşaqlarda qrammatik qaydaları düzgün istifadə etməyi biz aşılamalıyıq. Nitqdə mürəkkəb formaları ifadə etməyi öyrətmək lazımdır. Danışıq nitqin, dialoji nitqin formalaşdırılması və nəql etmə, monoloji nitqin formalaşdırılması. Yəni, buna diqqət edək. Danışıq nitqinin, yəni dialoji nitqin formalaşdırması nədir? Danışıq nitqi uşaqların başqalarla ünsiyyət qurma bacarığını inkişaf etdirmək deməkdir. Bu nitq dövrü uşaqların suallar, biz bilirik ki, körpələrdə daha çox suallar verir, suallara cavab verməsi, müzakirələr, məsələn, müzakirələr etməsi, söhbət etməsi ilə əlaqədardır. Tərbiyəçi uşaqların, deməli, uşaqlar diqqətlə dinləməli, düzgün cavablar verməli və ünsiyyət qurma qaydalarına düzgün şəkildə riayət etməlidir. Bəs əsas məqsəd nədir burada? Uşaqların dialoji nitqini düzgün qurmağı öyrətmək, onlara doğru suallar verməyi və cavabları düzgün şəkildə təqdim etməyi öyrətməkdən ibarətdir. Nəql etmə isə monoloji nitq. Yəni, dialoq nədir müəllimlər? Qısa şəkildə, bax, sadə şəkildə deyim. Dialoji nitq odur ki, 2 və daha çox insan arasında növbələşən canlı ünsiyyət formasıdır. Yəni, dialoqda biz bilirik ki, uşaqlar dialoqa girirsə də, eləcə də ki, ümumiyyətlə dialoq götürsək, 2 və daha çox şəxs arasında olur. Yəni, və növbəli şəkildə ünsiyyət formalaşır. Buna dialoji nitqə ən çox harda rast gəlirik? İstifadə sahələri desək, gündəlik dialoqlarda, oyunlarda, sual-cavab məşqləridir. Bunlar hər biri dialoji nitqə aiddir. Bəs monoloji nitq nədir? Monoloji nitqdən bax, mono tək deməkdir. Yəni, bir şəxsin danışdığı və əvvəlcədən hazırlıq etdiyi nitq formasıdır. Struktur baxımda necədir? Bəs monoloji nitq daha sadədir. Məzmun baxımda isə daha geniş ola bilər. Danışan auditoriyanın ehtiyacına uyğun dil materialları seçməlidir. Mühazirə, məruzə, nağıl danışım kimi formalarda tətbiq edilir. Əsas sahələri təqdimatlardır, rəsmi məruzələrdir, ədəbi nitqə uyğun gəlir. Dedi ki, 6-cı oldu ki, bədii ədəbiyyatla tanışlıq olduqca vacibdir. Yəni, uşaq bağçalarında uşaqlarla bədii əsərlərin dinlənməsi və onların məzmununu başa düşməsi artıq biz öyrədirik. Bu zaman uşaqlar obrazı, parçaları əzbər öyrənir və ifadəli şəkildə danışmağı öyrənirlər. Uşaqların eşitdikləri hər şeyin avtomatik olaraq yadda saxlamasına yol verilməməlidir. Bunun əvəzində onlara bədii əsərlər üzərində işləyərək onların təxəyyülünü inkişaf etdirmək lazımdır və zövq almalarını təmin etmək vacibdir. Bu məşğələlərdə uşağın ağıl, mənəviyyat, bədii üzvünü inkişaf etdirir. Eyni zamanda uşaqlara, bax, məsələn, nağıl tutan uşaqlara danışırıq. Nağıl etmə üsullarında tərbiyəçi müəllimə nağılın sonuna yaxın və yaxud da ki, istənilən bir yerdə nağılı kəsib, uşaqdan bunun ardından davam etməsini xahiş edə bilər. Bu da uşaqların təxəyyülünü, təfəkkürünü inkişaf etdirəcəkdir. Yəni, olduqca faydalı uşaqlar üçün. Sonra uşaqların savad təliminin hazırlanması, birinci səviyyə qəbul edən uşaqların əksəriyyəti savad təliminə hazır olmur. Bu səbəbdən oxuma və yazı texnikasına yiyələnmək çox vaxt aparır. Uşaq bağçalarının inkişafı üzrə aparılan işlər uşaqlara düzgün danışmağı, eşitməni, qrammatik cəhətdən düzgün cümlələr qurmağı, səslərin düzgün öyrətmək lazımdır. Bax, az öncə elə girişdə mən bunları qısa şəkildə izah etdim sizə. Yəni, əsas məqsəd uşaqların nitq inkişafını təmin edərək onların savad təliminə hazırlamaq, oxu, yazma və digər ifadə etmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Müəllimlər, var şifahi nitq, var yazılı nitq. Bax, bunları qısa şəkildə deyim, yadınıza qalsın. Şifahi nitq nədir? Bax, canlı və şifahi nitq canlı olur. Yəni, söz ağızdan çıxır, necə çıxırsa şifahi şəkildə də, yəni spontandır, bədahətəndir, çox vaxt plansız olur, az formaldır, qısa ifadələrdən istifadə edə bilərik.
Bir də əhəmiyyəti nədir şifahi nitqin? Emosiyalarımızı biz onda büruzə verə bilirik. Yazılı nitq nədir? Yazılı tək tərəfli olur da. Oxucular üçün hazırlanır, əvvəlcədən hazırlaya bilirik. Məsələn, korrekt edə bilirik, yazırıqsa poza bilirik, yenidən düzəliş edə bilirik. Ancaq şifahi nitqdə ağzımızdan çıxdısa biz onu yenidən korrekt edə bilmirik. Axı ağzımızdan çıxdısa artıq o söz bizim deyil. Ancaq yazılı nitqdə üstünlük odur ki, biz onu yenidən korrekt edə bilərik. Qalıcıdır, yazılı sənədlərdə saxlanılır. Məsələn, yazıda emosiyalar belə deyək də yoxdur. Amma şifahi nitqdə emosiyalar daha çoxdur. Bir də müəllimlərim bir şey qeyd edim ki, bir var oxu bacarıqları, bir var yazıya hazırlıq bacarıqları. Əgər məsələn testlərdə düşsə bunu necə fərqləndirərsiniz? Tutalım yazıya hazırlıq fəaliyyətləri deyəndə biz daha çox incə motorikanı məsələn misal göstərə bilərik. Uşaqlar incə motorikası inkişaf etdirməliyik ki, uşaqlar yazı fəaliyyətinə hazır olsun. Baxın, bu bizə zaten təsvir fəaliyyət məşğələsindən tanışdır. Çünki birinci körpələr qrupunda uşaqlara 3 barmaq texnikasını biz tətbiq edirik ki, uşaqların artıq kiçik mumtabaşirlər veririk ki, onların barmaqları, kiçik barmaq əzələləri inkişaf etsin ki, gələcəkdə artıq onlar qələmdimi, fırçadımı və yaxud da ki, yazıya hazır olsun onların əl əzəlləri. Yəni yazıya hazırlıq fəaliyyət deyəndə incə motorika inkişaf etdirməkdir. Məsələn, qoz sındırmaqdır, muncuq düzməkdir, muncuqlu ipə düzməkdir, plastillə fiqurlar hazırlayıq, məsələn, yapma fəaliyyətində, kiçik əşyalar çeşidləməkdir. Məsələn, lobiyanı artıq düyüdən ayırırsa da, bu deməli yazıya hazırlıq fəaliyyətinə misal ola bilər. Və yaxud da ki, qələm tutma bacarıqları da karandaşdır, qələmdir, fırça ilə müxtəlif biz rəsmlər çəkirik, sadə formaları izləyirik. Eyni zamanda, məsələn, qeyri-ənənəvi rəsm texnikalarından var ki, pantalizmdir. Yəni nöqtələr vasitəsilə fiqurlar yaradırıq, naxışların üzərindən keçirik, məsələn, ziqzaqlar çəkirik. Bu olduqca əhəmiyyətlidir. Və yaxud da ki, əl-göz koordinasiyasını inkişaf etdirən fəaliyyətlərdən istifadə edirik. Məsələn, kağız kəsməkdirmi, yapışdırmaqdırmı, məhdud xətlər içərisində rənglənmə aparmaqdırmı? Bunların hər biri uşaqların yazıya hazırlıq fəaliyyətinə ehtiva edir. Üstünlükləri belədir, yazıya hazırlıq fəaliyyətinə aiddir. Bəs oxu bacarıqlarına nəyə aiddir desək, nağıl və hekayəni dinləməkdir. Sonra nağıl və hekayə dinləmək deyəndə, yəni nağıllar dinləmək və sadə şəkildə yenidən danışmaqdır. Nağıldakı qəhrəmanlar haqqında məsələn soruşmaq olar, danışmaq olar. Müşahidə və təsvirlərdir. Şifahi nitq inkişaf etdirməkdir, sadə dialoqlardan istifadə etməkdir. Məsələn, sual-cavablar verməkdir, müzakirələrdə istifadə olunmaqdır. Hekayəni davam etdirmək və yaxud da ki, nağlı, məsələn, çətirəm dalını uşaqdan davam etməsini istəyirəm. Bunların hər biri aid olur oxu bacarıqlarına. Güman edirəm ki, bu sizə aydın oldu. İndi keçirəm müəllimə Elkoni oxu təliminə. Elkoniyə görə oxu təlimi 3 mərhələyə bölünmüşdür. Birinci mərhələnin deməli sözlərin səs təhlilinin formalaşdırılması, dilin fonem sisteminin ümumi bələdləşdirmə dövrüdür. İkinci mərhələ sait fonemlər sisteminin mənimsədilməsidir. Yəni, saitlərin hərflərlə ifadə olunması, saitlərlə hərflər və fonemlərin ümumi bələdləşdirmədir. Üçüncü mərhələ isə samit fonem sistemlərinin mənimsədilməsidir. Və bir də burada savad təlimdə var, Jurovanın eksperimentləri. Baxaq görək, Jurova həmin eksperimentlər kimlər üzərində həyata keçirmişdir. Baxın, 5-6 yaşlar üzərində həmin eksperimenti həyata keçirmişdir və 3 əsas parametrə bölmüşdür. Birinci səs təhlili aparmaq bacarığıdır, əlifbanı bilmək, oxumaq bacarığıdır. Və eksperimentin nəticəsi nə oldu? 5 yaşı artıq Jurova qeyd edirdi ki, 5 yaş savad təlimi və nitqin inkişafı üçün əlverişlidir. 6 yaş oxu təliminə daha tez, 6 yaşlı uşaqlar isə oxu təliminə daha tez yiyələnirlər. Aha, deməli müəllimlər. Bir də mən sizə nitq inkişafında deməli müxtəlif metod və priyomlardan istifadə olunur. Onu qeyd edeyim qısa şəkildə. Əsas metodlarımız biz bilirik ki, əyani, şifahi və praktik metodlardır. Əyani metodlar da biz bilirik ki, məsələn, daha çox müşahidələrdir, ekskursiya aparan uşaqları əyani şəkildə gəzirlər, gəzintilərdir, illüstrasiyalar, demonstrasiyalara baxış təşkil etmək. Bunların hər biri əyani metoda aiddir. Əyani metodda uşaqlar ətraf aləmi anlamaq və nitq bacarıqlarını inkişaf etdirmək üçün istifadə olunur.
Şifahi metod isə uşaqların dilini öyrənməsində şifahi ünsiyyətin rolu biz bilirik ki, olduqca əhəmiyyətlidir. Şifahi metodlarda ünsiyyət qurma qabiliyyətini uşaqların inkişaf etdiririk. Məsələn, sual-cavablardır, tapmacalardır, şifahi metodlara aid edilir. Praktik metodlar isə bu metodla uşaqlara nəzəri məlumatların praktik tətbiq etmə bacarığında istifadə olunur. Yəni artıq uşaqlar praktik şəkildə bunları belə deyək, tətbiq etməyi bacarmalıdırlar. Yəni artıq biz nəzəri məlumatları uşaqlara vermişik və həmin nəzəri məlumatları uşaqlar praktik olaraq tətbiq etməyi bacarmalıdırlar. Məsələn, onlara misal olaraq deyə bilər ki, səhnəciklərdir, rollu oyunlar, zamanı qurulan ünsiyyətlər, bunların hər biri praktik metoda misal ola bilər. Eyni zamanda çox üzr istəyirəm. Eyni zamanda biz müxtəlif priyomlardan da istifadə edə bilərik. Məsələn, müşahidə metodları, on priyom kimi də istifadə edə bilərik. Və yaxud da ki, oyun metodundan istifadə edə bilərik, təkrarlama priyomundan istifadə edə bilərik. Müsahibədən biz bunların hər birindən zaten məlumatlıyıq. Yazı təliminə hazır quzu işi məzmununa baxaq görək. Uşaqların yazı hazırlanması üçün görülən işlər hansılardır? Uşaqların artıq biləkləri möhkəmləndirilməsi üzrə edilən hərəkətlər, az öncə də mən dedim, barmaqları inkişaf etdirən hərəkətlər, bunların hər biri yazı təliminə hazırlayır uşaqları. Baxın, savad təlimi tədris olunması məktəbdə necədir, bağçada necədir? Gəlin buna diqqət edək. Məktəbdə odur ki, oxu və yazı texnikaları ilə bağlı həmin iş hər gün və paralel şəkildə həyata keçirilir. Dərsin müddəti biz bilirik ki, 35 dəqiqədən ibarətdir. Ancaq məktəbdə, daha doğrusu bağçada isə oxu və yazı texnikası ilə bağlı işlər həftədə 2 dəfə 2 gün həyata keçirilir. Dərsin müddəti 10 dəqiqə olur. Məşğələlər yemək, yuxu, oyun və gəzinti ilə növbələşirlər. Və yaşlılara görə oxu texnikasına qoyan tələblər hansılardır? Altı yaşlılar biz bilirik ki, hecaları artıq səlis oxuyurlar, bütün hərflərin işlədiyi materiallar üzrə bütöv səsləri dəqiqədə 30 sözdən az olmayaraq oxumaq bacarığına sahib olurlar. 5 yaşlılar isə hecalarla oxu, məsələn 4 saitidir və yaxud 10-cu samit səsləri artıq tanıyırlar, kəsmə əlifba ilə işləyirlər, böyük ayın çap hərfi ilə tanış olur, çap hərflərini yazırlar. Belə müəllimlər, bugünkü izahım bu qədər.